Yuxum gəlmir, yatmaq üçün yerimin içində bir sağa, bir sola dönürəm. Mən yatmağa çalışdıqca yuxu məndən daha çox uzaqlaşır. Gün içində yaşadıklarım, keçmişdə baş verənlər, problemlərim bir-bir gəlib gözümün önündən keçməyə başlayır. Elə bir yerimin içində yatmağa çalışan bir insan yox, məhkəmə salonunda ədalətin qarşısında günahkarcasına duran bir insana çevrilirəm. Yuxusuzluq ölkəmizdə ən geniş yayılmış problemdir və sən də bu yuxusuzluğun qurbanına çevrilmisən. Belə davam etsə, daha ciddi nevroloji xəstəliklərə tutulasan və bu gün içində sənə önəmli qərarları səhv verməyə gətirib çıxardacaq. Nəticədə həm maddi, həm də mənəvi ziyana uğrayasan. Bəs nə etməlisən? Ekrandakı ürəyi qızart, videonu qayd elə və mənə diqqətlə qulaq as. Yaxınlaşırsan, aptekə melatosan damla əldə edirsən. Bu melatosan damlanı akşam yatmamışdan əvvəl dilivin ya altına ya da üstünə 3-4 damcı damızdırmağın kifayətdir ki, beyninin yatmağa ehtiyac duyduğu təbii melatonini versin və səni anındaca yuxuya aparsın. Ən üstün cəhəti onun məhz damla halında olmağıdır. Bu da həm asan istifadəsinə şərait yaradır, həm də anında təsir göstərməyinə kömək edir. Qətiyyən asıllıq yaratmır, səhər yuxudan duranda keyli hissi, narahatlıq hissi vermir. Günə gümrah enerjili başlayırsan. Ölkənin bütün apteklərində var. Olmasa da əczaçılarımızdan xahiş edin, sifariş verib, zakaz verib həm aptekə, həm də sizə gətirsinlər. Bu cür faydalı videoların davamı üçün profilin üzərindəki üstəgələ işarəsinə toxunun ki, sağlamlığınızın qeydinə qalan əczaçınız Baloğlanla hər zaman sağlam qalasınız.